Niyə demokratiya istəmir? Çünki demokratiya Azərbaycan cəmiyyətinin Mən bu cümləni anlamıram. Biz niyə demokratiya istəmirik ki? Yəni bunun İlhama, mən ona görə deyirəm, bu İlhama lazım olan sözləri danışır. Ona görə ki, hesabını alıb, bəs bundan artıq nə olmalıdır ki? Və bir şeyə təəssüflənirəm ki, bəs bunu Əvəz Zeynallı ilə bir yerdə oturub, Əvəz Zeynallı da bunun dediyini təsdiq edir. Mən bir o şeyə təəssüf edirəm ki, yəni gəlin davam edək. dəyəri deyil. Biz alverçi bir xalqıq da. Azərbaycan cəmiyyətinin dəyəri bizə nədir? Küçədə satılan alma. Məsələn, küçədə biri yeşik qoyur, üstündə alma satır. Gedir hansısa bir icra məmuru o almaya bir təpik vurub çurdanda bütün ölkə bir-birinə qarışır. Əslində belədirmi? Axı bu gözünün içinə kimi yalan deyir. Axı bu bəli elə şeylər işlər olur və biz etirazımızı bildiririk ki, yəni bu insanın, yəni o adamlar o küçədə alma satan adamın ən son ümididir. Yəni iş yeri yox, falan yox. Sən təbii məsələdir, gəlib onu bir təpik vurub uçuranda dövlət məmuru və yaxud da təhqir edəndə bütün xalq ayağa qalxır. Ona görə ki, axı o əli hər yerdən üzülmüş adamdır, gedib hardansa meyvə alır, gətirir, çöldə qoyur ki, 1 manat artıq qazansın. Mən sizə yəqin danışmışam, mənim bir aktyor dostum var idi, ürəyi partladı, öldü. Günlərin bir günü həmən o 90-cı illərdir, 90-cı illərin sonları, dəhşətdir, yəni o nöqteyi nəzərdən. Təsəvvür edin, bir gün gəldi ki, bilirsən nə eləmişəm? Neftçilərdə yaşayırdı, dedim, nə eləmişəm? Deyir, 6-cı gün deyir, endim 1-ci mərtəbədəki qonşudan deyir, 10 şilvan aldım, getdim Neftçilər bazarına. Aşağıdan deyir, 2 meşol kartof aldım, qaldırdım yuxarı deyir. Axşama kimi meşol kartofları satdım, 10 şilvan qazandım, axşam qayıtdım, gəldim, qonşunun 10 şilvanını qaytardım və getdim, yatdım. Səhər tezdən durdum bir də. Və mən inanın, mən sadəcə olaraq buna mühəttəl qaldım. Ona görə ki, istedadlı, talantlı, məsələn, deyək ki, bir aktyorun bu şeyi eləyə bilməsi məndə çox qəribə bir hisslər şeylədir və ya axırda dözə bilmədi yazıq. Son vaxtlarda, yəni 90-cı illərin, haradasa 97-98 o illərdə demək olar ki, bu başladı biraz da toylara da getməyə. Yəni dostlar baxdılar, gördülər ki, bu acından ölür. Deməli, başladılar toyda zadda yer olanda falan da bunu çağırmağa və bu da təsəvvür edin. Günlərin bir günü gedir toya, toydan baxırlar ki, bunun sifəti qapqaradır. Deməli, toydan çıxanda bunu afşırını infarkt vurur və ondan sonra gəldi dünyasını dəyişdi. Allah rəhmət eləsin. Yəni, o nöqteyi nəzərdən deyirəm ki, sözün indi birini qoyub birinə gedirik. Yəni, o insan ehtiyac ucundan, o Səməd Vurğun deyirdi, ehtiyac quluylar qəhrəmanında. Ehtiyac ucundan gedir çöldə, gör bunu bizim insanların bir deyək ki, alma, dəyər təsəvvür edin, o səviyyə endirməsi məni məhz bugün danışmağa məcbur edir. Yoxsa bunun dərisi köpəyə dəyməz, kimdir ki? Nəyə görə? Çünki bu cəmiyyətin dəyəri o almadır. Azərbaycanda mən həmişə demişəm dostlar, məsələn deyək ki, bu xalqı qınayan bugün, bu xalqı qınayan ki, bu xalqı deyək ki, mədəniyyətə yox deyir, nə bilim, ədəbiyyata yox deyir, teatra yox deyir, nə bilim, bu şeylərə, bu demək olar ki, xalq kitab oxumur, belə şeylərin mən qəti əleyhinəyəm. Sadəcə olaraq o Bakının dərdi var, Bakı xəstədir də deyir, bir çörək puludur, onun arzusu, bulanmış hambalın gözlərində su. Arzusu bir çörək pulu olan, baxın, hamımızın 80-ci illər, yəni Sovetlərin dağılmasından əvvəlki vaxtları yadınıza salın. Yəni biz onda Azərbaycanda yaxşı əsərlər 100 mindən, 200 mindən tiraj olunurdu və yaxud da tərcüm olunmuş yaxşı bir əsər tapmaq olmurdu. Biz bəzən kitabı tapmadığımıza görə dostlarımızla gedib bir-birimizdən oğurluq edirdik və həmişə də deyirdik ki, kitab oğursuna iş düşmür.
Və o nöqteyi nəzərdən bizim bir insanın dünənləri mən qarşıma çıxıb həmən bu işlə bağlı elə gözəl, yəni konkret oturduq ki, bu insanları yerində. İndi mən sizə həmən bu kəramətin bu dediklərini cavab olaraq məhz İlham Əliyev və onun bandasının xalqın boynuna qoymaq istədiyi fikirləri haqqında bir insanın fikrini sizə göstərəcəm. Ona qulaq asaq, sonra söhbətimizi davam etdirərik. Kitabını sata bilmir, deyir Azərbaycanlılar kitab oxumur. Tamaşası boş qalır, deyir cahillər gəlib bizi izləmədi. Mənzərənin bu cür olması ilə razılaşmaq olar. Biz intellektual fəaliyyətlərdən məhrum qalmışıq. Lakin bu reallıq fonunda bəzi intellektualların ən asan yolu seçərək xalqı qınaması, cəmiyyəti savadsızlıqda ittiham eləyib mövzunu qapatması problemin əsl kökünü ustalıqla gizlədir və mənim əsas iddiam odur ki, onlar bunu qəsdən eləyirlər. Bəs əslində niyə kitab almırıq? Çünki biz sağqalma rejimində yaşayırıq. DSK-nın dünən açıqladığı məlumata görə Azərbaycanlılar gəlirlərinin 50%-ni yalnız ərzağa xərcləyirlər. İnkişaf eləmiş iqtisadiyyatlarda bu rəqəm 10-15% civarında olur və sosioloqlar hətta 20%-i belə cəmiyyət üçün həyəcan siqnalı kimi qəbul eləyirlər. Bizdə isə qazancın yarısı birbaşa mədəyə, bioloji olaraq həyatda qalmağa gedir. Əhalinin böyük bir qismi fiziki olaraq sağqalma rejimində yaşayanda insanlardan yüksək mədəni tələbatlar gözləmək absurd, hətta qəddarlıqdır. Qida və təhlükəsizlik təminatından sonra fərdi inkişaf və estetik ehtiyaclar yaranır. Cibindəki pulun yarısını ancaq qarnını doyurmağa xərcləyən, qalan yarısı ilə kommunal və digər məcburi ödənişləri birtəhər bağlayan vətəndaş üçün 15-20 manatlıq kitab və ya teatr bileti lüksdür. Bu, intellektual gerilik deyil, iqtisadi zorakılıqdır. Bəs kitab satanlar niyə çıxıb xalqı soyur? Əslində çarəsizlikdən ən zəif hədəfə, kütləyə hücum eləyirlər. Daha çətini və cəsarət tələb eləyəni sistemli problemləri, acınacaqlı iqtisadi vəziyyəti təhlil eləyib əsl səbəbkarları tənqid eləməkdir. Məsələn, sual verməkdir ki, ey sərkərdə, niyə Gürcüstan iqtisadiyyatı son 5 ildə 2 dəfə böyüyür az qala, biz isə muğan qatırı kimi daldalı gedirik. Xalqı günahlandırmaq bu luzerlərə həm də saxta bir elitarlıq, kütlədən üstün olmaq hissi verir. Xalqı təhqir eləmək və aşağılamaq mədəniyyət xadimləri ilə sadə vətəndaşlar arasındakı onsuz da dərin olan uçurumu daha da dərinləşdirir. Təkəbbürlü şərhlər problemi həll eləmir, sadəcə qütbləşməni artırır. Cəmiyyəti mühakimə eləməzdən və ona yuxarıdan aşağı baxmazdan əvvəl onun hansı şərtlərdə həyatda qalmağa çalışdığını anlamaq lazımdır. Kiminsə çıxıb makyaja pul verirlər, kitaba yox deməsi onu üstün bir fərdə çevirmir. Əksinə, həmin rəzil, həyat barədə heç nə bilməyən başıboş kimi görünür. Bu qədər bəsit dostlar. Mən şəxsən, yəni mən bu fikirdən sonra nəsə demək ehtiyacı da hiss eləməzdim. Məsələn, inanın, yəni o nöqteyi nəzərdən ki, dünyanın hər yerində mədəniyyət iqtisadiyyatdan sonra gəlir. Yəni mədəniyyət insanların rifahının yaxşı olmasından sonra yaranır. Yəni əgər insan deyək ki, sadəcə olaraq arzusu həyatda qalmaq üçün çörək tapmaq məsələsidirsə, orada başqa şeydən danışmaq absurddur. Və bütün bunların da görünməməsi üçün məhz bugün dəyanətin, kəramətin məhz belə danışması İlham Əliyevin xeyrinə olduğu üçün sadəcə olaraq bu tülkü maskası taxaraq güya həm də biraz deyək ki, xalq tərəfindən bir yazar kimi görünmək üçün məhz belə danışması sadəcə olaraq dəhşətdir.